8 Mart Müzakir gününe başlamış Kəndəli Kəndimizdə hamımızı xoş gördük. Mübarəkəsiz demək olar ki, bugün 8 Mart günü müstəqillik tariximizin ən əlamətli günlərindən biri, bəlkə də ən birincisidir. 5 il bundan öncə Azərbaycan xalqı, Azərbaycan əskəri tarixi ədaləti bərpa etdi. 30 illik işğala son qoydu. Azərbaycan bayrağı işğala adlandı. Cəmi 44 günə 30 ildən artıq işğal altında olan torpaqlarımız azad oldu. Bu yolda şəhidlər verdik. Döyüş meydanlarında qan axıtdıq. Can verdik. Azərbaycan aldıq. Gəldikdən xalqımız sizi unutmadı və heç vaxtda unutmayacaq. Tədbirimizdə iştirak edən şəhid valideynləri, əziz qazilərimiz, bugün sizin gününüzdür. Sizi təbrik edirik. Sizin ünvanınıza püroturu bir alqış göndərdik. Əziz yardımlı xalqı, əziz yardımlı hüküməti, sizin hamınızı, özləri burada iştirak etmək, gönülləri burada olan bütün vətəndaşlarımızı, ictimaiyyətimizi, yardımın cəmaatını, yardımın icra hakimiyyətinin başçısı Ayət Əskərov adından səmin qəlbdən təbrik edirik. Bütün xalqımızı təbrik edirik. Hamımıza müstəqil Azərbaycanın quruculuğu yollarında uzun ömür, can sağlığı arzu edirik. Yad edək. Değerli şehit ataları, şehit valideynleri, sizlere bu güzel gün münasibətilə ürəkdən təbrik ediyorum. Azərbaycanımızın gözü aydın olsun ki, bugün bütün torpaqlarımız bütövdür. Bir daha bayramımız mübarək olsun.
ayağına bastı. Kapalı şahidi tarih kaleme biçimleri. Kaleme biçimleri. İlhamıma girer bir yaşa. Kahretsin kazanlar soyuyor. Aşağılaşın aynı yolumuz. Aşağı gidiyoruz. İlhamıma girer bir yaşa. Kahretsin kazanlar soyuyor. Aşağılaşın aynı yolumuz. Aşağı gidiyoruz. Aşağı gidiyoruz. Ailenin yuvasıya kuruluyor. İlaç çok, ilaç çok verdiyor. Şöyle gözlerine basıyor. Yavrular beklerler, yaşar. Oyalar, olursa fırlar. Şehirler düşerler, kazanır. Seslerin elini şu anda. Kulak dinlerler, yok. Ailenin yuvasıya kuruluyor. İlaç çok, ilaç çok verdiyor. Şüpheleri gözlerine atılıyor. Yanıma beklenenler yaşar. Oyalar, namusum sulanır. Şehirlerim düşlerle kazanır. Sözlerim elini şu anda. Burak yüreklerine yok. Eleme biçimleri. Eleme biçimleri. İlhamla bir yaşar. Kahretsin kazanlar soyuyor. Şahlar şahlayı yapıyoruz. Şahlar yaşabiliyoruz. İlhamla bir yaşar. Kahretsin kazanlar soyuyor. Şahlar şahlayı yapıyoruz. Şahlar yaşabiliyoruz. Şahlar yaşabiliyoruz. Çok çekmişem bu dağlardan, durma gözlü kulaklardan, eşitmişem uzaklardan, saçı takan araçları, sınamışam dostu yarı, çöktüm titrip Karabağ'dan, cah odaktan, cah uzaktan, akşam üstü harcadan, havanın kanın sesi, Karabağ'ın çiçek sesi. Ben bir uşağım, ana, odur ki bağlayan sana, hangi semtler, hangi yana, ilk şanla yuvan sensen, ilk günün oban sensen. Dağlarının başı dardır, ağır peyvuzlardır, büyük bir çeşmişi vardır.
seni. Neler yaşamış başımıza. Düştün umursuz dillere, ne saylara, ne sillere, nesillerden nesillere. Geçen bir şöhret var. Oğlun, kızın, bəxtiyardır. Ölmez çölü, ölmez eser, mücadele biz oynar. Elinden silah defter, dilersin her neyi var. Dilen söz yapar. Evlilik sevmense, yurdu, yuva, mesleğinse, Anadolu'na mesleğinse, ayrılır çocuklarla, Azerbaycan, Azerbaycan. Ne olur ben kalbim doğmadan, vadide soğudum sınırdan. Asırlı yaptıklar kesilmezsin hayatım, asırlı yaptıklar kesilmezsin hayatım. Yalvayanlar geceler dolmasın da sesimizi bir bayrakta bir geçtik. Yalvayanlar geceler dolmasın da sesimizi bir bayrakta bir geçtik. Batmağa dəvət edir. Çıxış edir Sahilli Kənd Klubunun gənc məktəbləri Zəfər Kompozisiyası. Buyurun. Osmanlı bizi zaman, ne dersek de kurban. Sinesine, süperman, bir esnaf anlayan. Sinesine, süperman, bir esnaf anlayan. Yazık anlayacağını geç adama gel. İki adam bir sesini istedim. Atak
Yanında. Bayrağınla ne güzelsin Azerbaycan. Evladına hoş gören her anınla, nöbranınla ne güzelsin Azerbaycan.
neçə qəhrəmanı xanım olan, səhərində al şəfəqi damı olan, hər daşında şəhidinin qanı olan torpağınla nə məğrursan Azərbaycan. Yer üzünə nur çiləyən sərvətinlə, günü gündən zirvələnən şöhrətinlə, təmizlənmiş namusunla, qeyrətinlə, papağınla nə gözəlsən Azərbaycan. Vətən oğlu, dik dayanan qəlbin ilə, vətən adlı, torpaq adlı bir səs dinlə, sinəsini sifər edən igidinlə, həqiqəti üzərlə rəhbərinlə, nə məğrursan, nə gözəlsən Azərbaycan, nə gözəlsən Azərbaycan. Sizin zəfər marşına qəbul etdiniz. Buyurun. Veli Abdullah Aç! Elinden tut! Tamam, göz! Ver! Torbanın her taşını bedeledi! Bu torbanın her taşını bedeledi! Onun uğrunda canından çıksa! Onun uğrunda canından çıksa! Kanıyla tarih yazın! Kanıyla tarih yazın! Özürlerinden sıkmayın! Özürlerinden sıkmayın! Bir anının oğlu şimdi oğlum, bir anının oğlu şimdi oğlum, bir anaya oğul olan, bir anaya oğul olan, havamda, suyumda, şehadet yurdunda, betendirdi, İslam kanlı dövüşlerin, eleme gururunu yaşadan, Hüseyin'i bayrağımız uzansın diye, Emine bayrağı uçurup dönen, şehitlerimizin ruhuna an bitire, sizi unutmayın, unutturmayın, Fatiha'yı sevdi, adını söylersin, evet, Allah'ızda Gün Azerbaycan anlı yüreği sizinle dövdü, Gün Azerbaycan sizinle öldü, sizinle kalpti. Bugün o gündür ki Türk halkın sözü, fikri, ağları, eksenlikli, bizim can ve kan borcumuz Azerbaycan şehirlerinde ve gazilerindedir. Bize bu galebe sevinçleri yaşadıran başkalarla onun devrini burada ekranına birleşmiş. Azerbaycan halkı, Azerbaycan ordusudur. Bu dövüş sondur. Son nefesine gelen kökülen Erdoğan'la şehit kalıyor. Erdoğan'dır. Allah'ın şehit namazı. Mənim adamdır. Esnetime dönmeyi emniyet olan üzere. Benim adamdır. Halkının başı üstte son menzile yavaş alan. Benim adamdır. Düşmenden anlatılmış destek yoruldu. İkramdır. Bu dövüş sever dönüştü. Beraber bizimle. Sana dün Meryem'in almak. Müjde verin kuşlara, müjde ver aya. Bu ne bir hayaldır, ne de çürüya. Eşitsin çaylar, eşitsin dünya. Biz galip öterim vatandaşıyız. Düşman ülkesinden alışır yansın. Bu üç renkli bayrağın peyvalansın. Milletin ödülü hoşbeş kalsın. Biz galip öterim vatandaşıyız. Zaman sefleriyle baktı günaha. Tarih ümidi verdi sabaha. Biten günümüz galip daha. Biz galip öterim vatandaşıyız. Sevinçten titreyin hem göğüm yeri. Yarın yüreğimi size gönderin. Siz alime çıkmamanla size eklerim. Biz galip öterim vatandaşıyız. Biz galip öterim vatandaşıyız. Sana zafer yaraşır, bütün işlerin yaraşır. Sevinçler yaraşır, sen galipsen Azerbaycan. Savundu kuşlar sevini, güneşin, ayın sevini, dışında yayın sevini.
Zafer günü münasibetinden ben de sınavımızı tebrik ediyorum. Allah bütün şehitlerimize rahmet eylesin. Gazilerimize can sağlığı. Torpaqlarımız 30 il müddətində işğal altında qaldı. BMT Təhlükəsizlik Şurası bundan əlaqədar 4 qətnamə qəbul etdi. Minsk qrupu yaradıldı. Nə BMT Təhlükəsizlik Şurası tərəfindən, nə də Minsk qrupu tərəfindən bir adım da atılmadı ki, bizim torpaqlarımız işğaldan azad olsun. Və nəhayət vaxt yarılı çatdı. Bilirsiniz ki, 27 sentyabr 20-ci ildə Vətən müharibəsi başladı. Ali Baş Komandanın başçı olmaqla Azərbaycan ordusu və bütün xalqımız bir yumruq kimi birləşdi, dünyaya nümunə olan müharibəni göstərdi. Bugün də biz görürük ki, dünyada müharibələr belə təzyiqlərdir. Bugün görürük ki, uşaqlar, qocalar, qadınlar qətlə yetirilir. Minlərlə. Amma Azərbaycan ordusu elə bir müharibəni apardı ki, 44 gün ərzində. Həmin Ermənistan ordusunu darmadağın etdi. Bizim bir dənə də olsun, bir nəfər olsun fərarimiz olmadı. Ermənistanın özünün rəhbərliyinin dediyinə görə 15 mindən artıq fərari oldu. Azərbaycan əskəri elə bir qəhrəmanlıq göstərdi ki, özü şəhid olmağa hazırdır, amma fərqli insanların ölməsinə imkan vermir. Nə bir dənə demedik, müharibədən sonra deyilməz ki, Ermənistan Qarabağda bu qədər erməni uşağı qətlə yetirilmişdir və yaxud da ülki vətəndaşlar qətlə yetirilmişdir. Bax, bu idi nümunəvi müharibə. Bu müharibəni biz apardıq, Azərbaycan xalqı apardıq. Bir tərəfdən şəhidlərimizi, rayonda gələn şəhidlərimizi qarşılayırıq almışlarla. Bir tərəfdən də müharibə gedən əskərlərimizi almışlayır. Bax, bu müharibəni, belə bir müharibəni Azərbaycan xalqı aparır.
Və onu da demək istəyirəm ki, eşitdiniz yəqin ki, hamınız eşitdiniz ki, Amerika prezidenti, Cənab prezidenti, Azərbaycan prezidentinə sual verir ki, sizin ordunuz güclü, qüvvətli, darmadağın etmişsiniz sizi Ermənistan olsun. Niyə irəli getmədiniz? Cənab prezident ona cavab verir ki, bizə ancaq və ancaq işğal altında olan torpaqlarımızı azad etmək məqsədimiz var. Və biz o torpaqları işğaldan azad etdik. Əsl prezidenti, əsl dünya prezidentinin cavabı. Bütün müharibələri yenə görürük ki, hansı müharibələr, hansı vəhşiliklər gedir bu günlər olan müharibələr. Mən bir daha sizin hamınızı gözəl bayram münasibətindən təbrik edirəm. Bütün Azərbaycan xalqı bugün fəxr edir ki, qalib devlətin vətəndaşıdır. Sağ olun, hamınıza